Nə deyim? Bax, başqa müəllimlərdən fərqli olaraq mən sözləri öyrətmirəm. Sadəcə istəyirəm ki, siz onu tərcümə edəndə məntiqlə fikirləşib edəsiz. Bax, məsəl üçün, götürək bu cümləni ki, sizin neçə övladınız var? Düzdürmü? Siz sözü v deməkdir. Düzdür? Sizin sözü vaş deməkdir. Əslində qalsa, vaş deməkdir. Amma burada isə tam başqa bir şey olacaq. Yəni, sizin neçə övladınız var, yəni sizdə neçə övlad var deməkdir. Bax, burada sizdə sözü olandığına görə necə deyəcəksiniz? Uvas. Aysə. Neçə övladınız var? Yox, siz sualı kiməsə vermək istəyirsiniz ki, sizin neçə övladınız var? Deməli, nə qədər nədir rus dilində? Nə qədər nədir rus dilində? Сколько? Сколько? Aysa, yazın. Aysa. Сколько? Сколько? Yəni, bilmədiyiniz sözlər postepенно danışdıqca ortaya çıxacaq. Başa düşdünüz? Yəni, sırf sizə mən desəm ki, buyurun 100 dənə, 150 dənə söz öyrənin, sizin ümumiyyətlə həvəsiniz ölər. Düzdürmü? Amma biləndə ki, məsəl üçün, aysa, tem bolе almışsınız. Çünki bilmirsiniz bu sizə lazımdır yoxsa yox. Amma cümlə qurduqca, məsələn, neçə övladınız var? Aydın məsələdir ki, sabah Rusiyaya gedəcəksiniz, qonşularla filanla tanışmalı olacaqsınız, düzdürmü? Yəni, cunqliyada yaşamırıq, bir şey adada yaşamırıq. İnsanlarla ünsiyyət eləyəcəksiniz. Və bu normal bir cümlədir. Düzdür, neçə övladınız var? Və indi mən bilirəm ki, aha, deməli, neçə sözü mənə həqiqətən də gündəlik həyatımda lazım olacaq. Onda daha həvəslə öyrənəcəm. Düzdürmü? Deməli, nə qədər övladınız var? Bir şeyi də öncədən sizə deyim. Çalışın sual cümləsidirsə, dərhal sual sözünü, sualı əvvələ atın. Özünüz də görürsünüz də, həmişə canlı yayımlarda da bunu deyirəm. Həmişə əvvələ atıram. Deməli, necə sözü ilə başlayın? Nə qədər? Nədir rus dilində? Daha doğrusu nə qədər? Aysa, сколько sizdə övlad? У вас, aysa. Детей. Сколько у вас детей? Sizin neçə övladınız var?